Bu tipli güzel saçlar elde etmek için siz mecbursunuz nanokeratin proseduruna gelirsiniz. Sizin başka bir çıkış yolunuz yoktur. Çünkü siz denize girip çıkırsınız, saçlarınızı zədələyirsiniz, meclise gedirsiniz, ukladka edirsiniz, lak vurursunuz, ütü vurursunuz, şipsi vurursunuz, vafilka vurursunuz, boya koyursunuz, boyanın üstüne asetten edirsiniz, asetin üstüne tezden ukladka, üstüne nene baba yoluyla bir tane xına koyursunuz, sanki indi gidalandırıp saçları bərpalaşdırarsınız. Şampunlar, kimya maddeler, da neler etmirsiniz ve ortalıkta saçın canı, keyfiyyəti gedir ve bu keyfiyyəti geri qaytarmaq için siz mecbursunuz nanokeratin vasitəsilə qidalandırarsınız ki, saçlar dolaşmasın, kırılmasın, yıpranmasın, elastikli itməsin. Çoxları əl işlərinə baxıb həvəslənir və gedir başqa bir ustada bu proseduru edir ki, həmin eyni nəticəni əldə etsin. Bu mümkün deyil, çünki onlarda mənim əllərim yoxdur və mənim əllərim öz-özünə sadəcə bir reklamdır.